Salamlayıram sizləri, mən şəxsində Seydər Hüseynli 8 yaşları yoldaşlıq görüşündə hər birinizi xoş gördük. Qarşılaşacaq komandalar Ulduz EFA Sabah komandalarını qarşıdurmasını izləyir hal-hazırda. Ənəvvə olaraq göylü formada Sabah komandası, narıncılı formada isə Ulduz EFA komandası meydanda mübarizə aparır. Artıq hakimin start fiti səsləndirilib. Hər iki komandalara uğurlar arzulayım. Ümidvarıq ki, bol qollu gözəl bir maç bizləri gözləyir. Qalkiper Cəlaldan sağ zına doğru ötürmə. Mir Yaqub Kazımlı və rəqibindən top meydanı tərk edir. Abi qaptan zərbə ilə top meydana daxil olunacaq. Uzaqdan zərbə indirilir və mükəmməl qola imza atır. Sabah komandasının oyuncuları artıq Ulduz EFA komandasının ənənəvi qol sevincini özlərinə qaytarırlar. Susun deyirlər. Ulduz EFA komandası bu Goal Celebration'ın qarşısında cavabsız qala bilən komanda deyil. Amin Qasımovdan yenə gözəl hərəkət sol cinatdan sürət şəkildə irəliyir. Pauza etdi. Pressing tətbiq edirlər. Həsən Samiroğlu komanda yoldaşının köməyinə gəlir. Yenidən Həsən. Və oldu. Yəni xətdən Zamiroğlu top meydana daxil edir. Qarşılayırlar ötürməsini Zamiroğlu'nu. Daha bir out. Ulduz EFA komandasının eyinə Çərkəz Əliyev yan xəttədir. Həsən. Yenidən bir out. Yaqub Kazımlı. Pressing tətbiq olunur. Mansur pauza edir. Mansur sürüşmə əfəndi ilə qarşısına alırlar. Amin Qasımov rəqiblərini bir-bir geridə qoyur. Şimdi bir qədər ləngitdi. Fatih. Ulduz EFA komandasından top bitkisi var. Out Sabah. Sağ sınaqdan Sabah komandası daha bir hücum cəhdi. Bir qədər geriyə çəkilirlər. İçəriyə doğru bir asma gəlir. Mükəmməl ötürməkdə əslində və qalkiper Cəlal ayıq sayıqdır. Mansur Cəbraylı 2 nəfərin atəsini ötürmə etməyi bacarır. Fatihin zərbəsinə blok qoydular. Top meydanı tərk edib artıq. Yaqub qarşıladı. Pressing tətbiq olunur Sabah komandasına və bu pressing öz bəhrəsini verir. Türmək gəlir Amin Qasımov. 2 rəqibini geridə qoydu. Yeniden top bitkisi. Sabah komandası artıq maçın ilk dəqiqələrində bir qədər aktiv başlayıb oyuna. Artıq bunun nəticəsi olaraq da bir qolla fərqləniblər. Həki Ulduz komandası işə düşməyib deyək sözün əsli mənasında. Arzu olmaz fitlə bir rəqimdə geridə qoyur. İkinci rəqimdə geridə qoyur. Hücum davam edir. Fatih. Qaydan topu Amin Qasımov. Zərbə indirmək lazımdır. Daha bir zərbə Mansurdan top qapdan yan keçir. O neydi Həsən? Heç bir rəqibi arzulanmır elə fintlə geridə qoyulması. Lakin Həsən Zamiroğlu göz yaşına belə baxmır rəqibinin.
Amin Qasımov. Türmə gəldi. Həsən Zamiroğlu zərbəsinə blok qoyulur. İndi Həsən pauza edir. Çəkir sol ayağına zərbəsi qaydan top. Amin. Və dirəkdən top geri dönür. Penalti. 50 oyun var. Haşimin gözündən yayınmır bu epizod. Penalti yerinə yetirəcək Ulduz Efa komandası üçün tarazlığı bərpa etməsi üçün yaxşı əlverişli bir fürsətdir və komandanın əsas qol silahı Həsən Zamiroğlu topun gerisinə keçir. Yaxınlaşır, zərbə endirir və qol. Hesabı bərabərləşdirir Zamiroğlu. Artıq kənardakı onu izləyənlər ayağa qalxır. Ayağa qalxır. Qaldırın deyə bildiriş edir. Pressing tətbiq olunur. Zamiroğlu və Qalkiper bu dəfə vaxtında qapısını tərk edərək komandasını real qol vəziyyətindən xilas edir. Mansur Cəbrayılov cüssəsini rəqibinin qarşısına qoyaraq hücumun da qarşısına alır. Mansur Cəbrayılov müdafiənin arxasına doğru ötürmə. Müdafiəçilər qarşıladı bu dəfə. Mükəmməl divar pası Ulduz Efa komandasının oyuncularından Mansur Zamiroğlu və top qapıdan azacıq fərqlə yan keçir. Çox mükəmməl bir hücum qurmuşdu. Həqiqətən də baş məşqçi postunda Namiq İskəndərov gələcəyin ulduzlarını çox yaxşı yetişdirir. Mir Yaqub Türmənin qarşısı alındı. Dəşbətək epizod. Zərbə indirilir. Golkiper yaxın ikinci vaxtında bağladı. Bravo Cəlal. Daha bir zərbə. Blok qoyuldu. Və ikinci nöqtəsini göstərilir. İçəriyə doğru bir asma gəlir. Cəlal. Az qalsın ki, avtoqolla fərqlənəcəkdilər. Abdullah Məmmədli artıq komandanın maestrosu meydana daxil olub. Amin. Və son toxunuş Amin Qasımovdan olur. Altısə Ulduz Efa komandasının leyinə qərar vermişdi. Daha bir zərbə blok qoyulur. Mir Yaqub Qasımlı tərəfindən. Daha doğrusu üzr istəyirəm, Mir Yaqub Kazımlı tərəfindən. Daha bir asma gəlir. Toxunuş edən olmadı. Müdafiəçilərdən başqa. Həsəndən sol zinaciyyəqan ötürmə, lakin ünvansız bir ötürmə olur. Alt sabah. 3 nəfərin əhatəsində idi. Sabah komandasının forverti Əzimkar oyunu nümayiş etdirir hal-hazırda. Və out qazanırlar. Çərkəz yenidən tək toxunuşla ötürmə. Zamiroğlu istədiyi finti yerinə yetirə bilmədi. Lakin out qazanır Əmpisalla. Abdullah 2 nəfərin əhatəsindədir. Artıq 3-cü rəqibi qarşısına ala bilir onu. Yenə Zamiroğlu gecikdi bir qədər. Çərkəzdən blok gəlir. Yenə Zamiroğlu. Amin Qasımov. Bravo Çərkəz. Bugün Ömər Abbasquliyev meydanda yoxdur. Masa qoşula bilməyib. Onun əvəzinə isə
Çərkəz Əliyev müdafiədə dirək kimi qala bilir və Çobud səhv müdafiə xəttində. Çobud səhv və qolla nəticələnir. Sabah komandası minimal hesabla yenidən önə keçir. Amin. Türməsi keçmədi. Mansur Cəbrailov. Amin Qasımovun önünə doğru ötürmə. Yenidən müdafiəçilər qarşıladı. Alt qazanılır. Ulduz EFA komandası tərəfindən. Çərkəz Əliyev yaxşı oynadı yenə bu epizodda. Sağ cinahdan. Sabah komandasının hücum cəhdi deyəcəkdim. Artıq Nərimandan top meydanı tərk edir. Abdullah. Gözəl hərəkətlər. Yenə Abdullahdan out qazandırır. Zamiroğlu'dan top meydanı tərk edir. Nəma hərəkətdə olmaz, hərəkət. Bitirməyə çatan olmadı. Qapıdan zərbə. Əbilfəz. Ayağa versən skor, ayağa oynasın. Əbilfəz. Amin Qasımov. Yeni də ötürmə keçmir. Zərbə və Cəlalın top tam üzərinə gəlir. Abdullah Məmmədli gözəl şəkildə topu ram edir. Yanda Həsən Zamiroğlu mükəmməl hərəkət. Son anda sürüşmə fəndini qaydalar çərçivəsində yerinə yetirərək top meydanına kənarlaşdırır. Zamiroğlu. Amin Qasımov. Ötürmə edir Mansur və gol! 2-2 tarazlıq bərpa olunur. Həsən Zamiroğlu'nun az öncəki epizodunun azlığına çıxır. Mansur Cəbrailov və maraqlı gol celebration'ı Mansur Cəbrailov'dan gəlir. Sabah komandasına tabiri hücum cəhdi nəticəsiz alındı. Üçün ən pis halda gün zərbəsi qazanırlar. Daha bir zərbə və gol. Komandanın əsas gol silahlarından Rəsul fərqlənir. Tarazlığı pozulmazsa 3-2. Mansur, Abdullah. Sağ cinahda Mansur və gol. Toxunuş var idi rəqibdən, lakin Mansur Cəbrailov bu dəfə də əff etmir. Yenidən tarazlıq bərpa olunur maçda 3-3. Diagonal ötürmə keçmədi. Həsən Zamiroğlu yenə də gözəl hərəkət, lakin bu dəfə topu meydanda saxlaya bilmədi. Sağ sınaqda boşluq var idi. Tamildən takip edən ötürmə Zamiroğlu. Və qayda pozulur. Sabah komandasının müdafiəçisinə qarşı. Ötürmə qeyri-dəqiq oldu bu dəfə. Mansur pressing tətbiq etdilər, lakin bir nəticə vermir. Sağsına doğru ötürmə Hüseyn Ələkbərov bir rəqini geridə qoyur.
Lakin top itirdi. Nərma, qabağa sən, Nərma. Təşbədə epizod yaranır. Yox, xeyr. Top meydanı tərk etmişdi, bildirilir. Bəxli başda özü, Bəxli. Bəxli başda. Ay bala. Nərma, qabağa oyna. Bəxli, qabağa oyna. Bəxli hərəkətli oldu, ay Bəxli. Bəxli bey, Bəxli görürsən bey. Hüseyin Ələkbərov. Oyna ay. Sağ ol abi Fərid. Geçtim o. Zamiroğlu rəqibindən top alır. Arxa boşda, Bəxli. Nəsən 2 nəfər qarşısında var. 2 nəfəri də geridə qoymaq düşüncəsində idi, lakin tətbiq edə bilmədi bu dəfə. Son anda Tamerlan Tağıyev. Sağ ol. Arxa boşda, ha, Bəxli. Pressing, gözsəl hərəkət, yenə arzu olmaz fint. Bu dəfə isə Abdullah Məmmədlidən gəlir. Zamiroğlu, o da bir rəqibini geridə qoydu. 2 nəfərin ötəsindədir. Sonra da sürüşmə fəndi ilə qarşısına alırlar. Zamiroğlu bir rəqibini yenidən geridə qoyur. İkinci rəqibini də geridə qoyur və taktiki faul demək olar buna. İstər-istəməz rəqibini qıcıqlandırır bu reydlərlə. Bəxli, tek at topu qabağında. Bəxli, qal. Nərma. Arika, sağ ol sizə. Ay, sıklaşın da, nə bak? Və Nərma. Sıklaşda bura. bunun əvəzinə çıxa bilər Zamiroğlu, yaxınlaşır. Zərbə indiri yaxın küncə qalır. Küper vaxtında yaxın küncü bağladı. Yanına gəl, tek yarı niyə baxsın? Ayşə, bura gəl, mən onu niyə baxsın? Arı gəl bak. Tek ara. Gün zərbəsi yerinə yetirilir. Ulduz EFA komandası tərəfindən. Oyuncu bak, hey, ileri oyna. Nay, nay, oyuncu bakma. Nati. Abdullah. Hadi be, bak. Nati oyna. Sen, sana da bak. Hadi, tamam sen. Hadi, bak, hop ya. Hadi, flash. Ha, flash bak. Yeter, git. Tamerlan. Dəqiq götürüm alır Yusuf Ağayev. Yenidən Tamerlan sağzına. Hüseyin. Sirdi topu. Və Tamerlan Tağıyev. Sürüşmə fəndi ilə topu meydandan kənarlaşdırır. Mansur Cəbrayevov qarşıladı. Salih. Sağ ol Nərma. Nərman təşbədə epizoddaydı və Cəlal. Bravo, yaxşı oynadı bu epizodda. Sağ cinatdan əksüm şansı Ulduz EFA komandasının Abdullah Məmmədli və qarşısında Riman var idi. Bir qədər anlaşılmamazlıq baş verir aralarında. Ay Fəhmi. Gel. Abi Fəhmi, kabak oyna. Ay Fəhmi. Sık, Nayma sık. Fəhmi. Üç ortaya, orta, orta. Yusuf Ağayev blok qoydular zərbəsinə və ikinciden zərbə. Zamiroğlu'na içeriye doğru bir asma gelir. Qaydan top Fatih. Gol! 9 nömrəli forverti Ulduz EFA komandasının Fatih Quluzadə. Bellingham sayağı gol sevinci. O da bizimlə bölüşür öz gol sevincini. Ortada. Vur kabakta oynuyor. Abi Fəhmi, bir şey ver. Sola düş sola. Növbəti gol gəlir Ulduz EFA komandası tərəfindən. Vur oyna.
Orada kim mənəm orada? Oyna, oyna, oyna. Oyna bura. Zamiroğlu. Abdullah, yenə Həsən. Anlanma. Hayır, yaxşı, ateş bana bura. Oyna. Tamirlan Tağıyevlə oynayır. Yeniden Zamiroğlu. Solcuna Hüseyin Ələkbərov. Gözəl hərəkətlər Hüseyinə ötürmək, lakin qeyri-dəqiq oldu. Geniş oynuyor, daş olarak geniş oynuyor. Oğul, diyan oğul. Həsən Zamiroğlu sağ cinahdan irəliyir. Abdullah. Zamiroğlu. Kalmışsın lan, hayır. Fatih. Hüseyin Ələkbərov. Gel, tabana çek. Sağ ol abi. Qəşə. Yaxşı yapmış, oyna, 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 yaxşı. Anlanma, hayır. Gözəl hərəkətlər Hüseyinlə. Anlanma, anlanma. Getdin, get. Get. Və Tamirlan Tağıyev qarşıladı son anda. Gözəl hərəkətlər yenidən Hüseyin Həsən Zamiroğlu'dan. Sol cinahdan sürətlə irəliyir. Qədər büdrədi. Oğul, hayır oğul, hücum sonra ötesi kabağı. Kabağı hadi, gel, gel. Bir de adama bir de ölçü bağlar. Tabii ikinci zərbəsi yerinə yetiriləcək. Əbil bəy. Əti. Bura. Türmə gəldi Fatih və Yusuf Ağayev. Hesab fərqini 2 topa qaldırır. Komandanın 2 nömrəsi. Hesabı 5-3-dir. Standart vəziyyətləri Uluzeva komandasına həqiqətən də təhlükəli olur. Qaydan topda mütləq şəkildə ki, Namiq Ələsgərovun, daha doğrusu Namiq İskəndərovun taktiki gedişləri kifayət qədər başa salıb öz oyuncularına gün zərbəsində qaydan topu qarşılaması üçün artıq bir neçə də təhlükəli vəziyyət qolla da nəticələndi. Geliyor Salih. Büyük Salih. Bura. Doktor, ses hareketli olmazsa. Yaxşı bana. Abi danış arkadaş. Danış. Uğur oyna, çabuk oyna Uğur. Ha. Sol cinahdan təhlükəli hücum cəhdi gəlir Sabah komandasına və TT ləqəbli Tamirlan Tağıyev sürüşmə fəndi ilə blok qoyu Çərkəz Əliyev Yaqub Kazımlı istiqamətində ötürmə. Toxunma. Getdi. Sol cinahdan bir Yaqub sürəti hesabını irəliləyirdi və son anda müdafiəçilər uzaqlaşdırdılar. Ha, kim nerede oynuyor? Bura, solda oyna, hayır, orta oyna. Bura, solda oyna. Orta oyna. Ha, Bura, ne? Sani. Azat oyna. Sani. Abi çıx, abi çıx. Çıx da. Çərkəz. Çıx da. Pressing təzyiq artdı bir anlıq Sabah komandasının oyuncularında. Abdullah Məhəmmədli sürüşmə fəndini dəqiq yerinə yetirir. Sani. Aysak, Uğur kalksın. Uğur. Uğur kaldır. Sani. Tek başla, tek başla. Ay Sani. Tek başla oynayın, hadi biri. Gir içəridə Mətin. Ay Mətin. Sen daha cesin Sani. Türmə gəldi içəriyə doğru. Daha bir zərbə top toru yandan silkələyir bu dəfə. Çərkəz Əliyevin önünə doğru ötürmə gəlir. Çərkəz pressing tətbiq edir.
Abdullah. Atılma, atılma. Yanlara. Amin. Evet, daha bir alt. Ama sen gel. Başlama. Nasıl başla? Sen başla. Bir kere de suretine getiriyor bak. Yerine gel. Bakın ağla bu. Get yere koy. Yere koy. Öyle şey var. Tamam oyna. Sur Cəbrailov pressinge dayanmır. Amir Qasımov çox atdı özünə irəli. Gel, tamam hadi. Gel. Geç de. Bravo Çerkes. Yaxşı blok qoyur. Ağla. Aman vermədi rəqibinə. Sağ olasın. Zamiroğlu, Çərkes Əliyev. Ağla sapatını özün yoxlar. Aynen ki. Yavaş. Amin. Bir rəqibini yerdə qoydu. Out. Abi ver. Ha yerime git ya. Bırak ya burada vardı adam. Salih! Ali kaldı da Süleyman kaldı. Foul var. Sabah komandasının oyuncularına qarşı. Standart vəziyyəti yerinə yetirəcəklər. Kapıya vur, kapıya. Hayır, kapıya. Türmə gəldi. Müdafiəçilər qarşılayır. Abi ver. Ya bırak, vur. Bir sağa vur, bir sağa. Yaqub. Sabir hücum cəhdi uzaqdan zərbə indirilir. Təhlükəli hücum idi Sabah komandasına, lakin top qapıya, çərçivəyə doğru yönlənmir. Abi fazla o tarafa sıkın o. Zamiroğlu rəqibindən topu alır, sağ sınaqdan da irəliyir. Allah'ım bırak. Yaxşı. Və əmsallı günc zərbəsi var. Keçmə dəstənin ötürməsi Amir Qasımov. Bir qədər qarışıq epizod yarandı. Sağ sınaqda Çərkes Əliyev blok qoydular ötürməsinə. Ağla fazla get. Sağ sınaqdan sürətli şəkildə irəliyir və Mir Yaqub yerindədir. Ay Salih. Ayıq sayıqdır bu dəfə də müdafiədə. Güzel kaldırıyorsun, güzel. Yalnızca başla oyna. Burak. Orada kal. Burak. Salih iste versin de sen. İçəriyə doğru bir asma. Çəkə istiqamətində daha bir ötürmə gəlir. Müdafiəçilər qarşıladı. Amir Qasımov. Qasımov! Gol! Komandanın 7 nömrəli forverti
O da komandasının əsas qol silahlarından biridir. Artıq istədiyinə nail oldu. Nəhayət ki. Hesab fərqini 3 topa qaldıran sima olur maçda. 6-3. Ulduz EFA komandası bildirmişdim. O gol celebration'ını etməməli idilər. O Sabah daha doğrusu Ulduz komandasının ənənəvi gol sevinci ki, rəqibini susturmaq. Birinci qollarını, ilk qollarında hesabı açarkən maçda Sabah komandasının oyuncuları o gol sevincini qaytarmışlar. Ulduz komandasına və Ulduz komandası Əsl tez elə. bunu unudacaq bir komanda deyil. Bunu qarşılıqsız qoyacaq bir komanda deyildi və qarşılığı verilir. Hal-hazırda isə 6-3 hesabı ilə geridə qoyublar rəqiblərini. Kaldır içeri. Türməyə toxmuş edən yoxdur. Uzaqdan zərbə indirilir. Cəlalda gözəl refleks qaydan top və gol. 6-4. Artıq Cəlal bu epizodda neyniyə bilərdi. Etdiyini etdərsinə kifayət qədər qüvvətli zərbə indirmişlər onun qapısına. İlk cəhdində uğurlu idi. İkinci cəhdi artıq yerdən qalxana qədər top da orada qovuşdu. Gözəl kombinasiya. Amin Qasımovla Əhsən Zamiroğlu arasında Fatih blok qoydular. Fatih. Başlaması Cəbrayıl qarşı Çəkəs Əliyev. Əhsən Zamiroğlu. Sağsına ötürüm Amin Qasımov. Çəkəs. Türməz Zamiroğlu istiqamətində qoymadılar, imkan vermədilər. Blok qoyuldu yenə də zərbələrinə. Bu dəfə də Mir Yaqub çatdırır özünü. Gözəl hərəkətlər yenə Amin Qasımovdan. Sağ cinatdan Zamiroğlu irəliyə sürətli şəkildə pauza etdi. 3 nəfərin əhatəsindədir. Hələ də topu özündə saxlayıb. Out. Qazanır. Amin. Yenidən Zamiroğlu. Qayda pozuldu mu? Pozulmuşdu əslində Zamiroğluya qarşı. Lakin davam deyilir. Görürsən bir. Bəl. Zamiroğlu'nun irəliyə doğru.
Nərman. Zamiroğlu və rəqibindən top meydanı tərk edir. Amin Qasımov. İkinci reydi gəlir. Son anda. Son anda artıq üçüncü rəqibi qarşısına alır. Hərəkətli ol da. Güzel. Baba, hey. Afiyet. Hərəkətli ol. Ayak olur biraz. Bu sənin. Oy var Erman. Zamiroğlu. Çəkir sağ ayağına zərbə və gol! Yenə də bu mənim bacardığım, sevdiyim, ən çox etdiyim işdir. Bu driblinglər və bu qollar bu dəfə də gəldi o cavab. Nəhayət ki, gəldi Ulduz EFA komandasının kapitanından. Susturun rəqiblərinizi. Sustururlar artıq, bəli. 7-4. Merma. Solda oyna. Merma. Sol. Zamiroğlu. Amin Qasımov. Sağ sınaqdan çəkir Səliyev. Zərbə və gol! Çerkez Əliyev. O da nəhayət ki, istədiyinə nail olur. Maraqlı şəkildə gol sevincində bölüşür bizimlə. Komandanın 11 nömrəli forverti iti bucaqdan fərqlənir həm də. Dörd topa qalxır fərq. Uzaqdan zərbə indirilir. Mükəmməl qola imza atır Sabah komandasının oyuncuları həqiqətən də. Komandanın 7 nömrəsi Nərman tərəfindən bu qol gəlir. Çox mükəmməl qola imza atdı. Zamiroğlu'dan sol sınaq Çərkəz Əliyev. Pressing nəticəsində topu qazanır, ötürmədə edir. Hüseyin Çərkəz. Gözəl hərəkətlər Çərkəz Əliyevdən zərbə də indirir, imkan vermədilər. Yaxın künc bağlamışdı artıq qalkiper tərəfindən. Çərkəz qarşıladı. Tam elan. Həsən. Bir rəqibi geridə qoyur. Və son anda çatdırdılar özləri. Bırakma da evine. Çərkəz. Yenidən Həsən. Bir rəqibini qoydu geridə. İkinci rəqibini də qoyur. Yaxın küncə zərbə. Qalkiper bu dəfə də bağlamışdı yaxın küncü. Gəl, o yaxşı, oyuncu bağla. Sən olsun, qaçım oyna. Gəlmə, oyuncu bağla. O səndir. Yan xəttən Çərkəz Əliyev top meydana taxil edir. Ötürmə Həsən. Yenidən Çərkəzlə oynadı. Zamiroğlu. Top ikisi var. Abdullah Məhmədli. Hücumun qarşısını alır. Təkbədə epizod yarana bilər. Cəlal blok qoydu. Və yenidən Cəlal. Ayıq sayıqdır bu dəfə də. Çərkəz Əliyev yenidən sağ sınaqdan irəliyir. Əliyev bir rəqibini geridə qoyur. Nəhayət ikinci rəqibi qarşısına ala bilir. Nəticəsiz bir hücum olur Sabah komandası tərəfindən. Zamiroğlu'dan irəliyə doğru ötürmə.
Blok qoyuldu. Yenə sən türmə içəriyə doğru müdafiəçilər top meydanına kənarlaşdırır. Küncdən zərbə yerinə yetiriləcək. Ulduz EFA komandası tərəfindən. Standart vəziyyətlərə hər zaman yerinə yetirən oyuncu topun gerisindədir. Həsən Zamiroğlu. İçəriyə doğru bir ötürmə. Abdullah. Bravo Yusif. Yaxşı aldı qarşısını rəqiblərini. Demək olar ki, Real qol vəziyyətindən xilas etdi. Kritik müdaxilə idi. 2-3 oyuncu ilə hücum atılırdılar. Tək başına idi. Yusuf Ağayev ən doğru olanı etdi. Tam geri oynadı. Sol cana Yusuf Ağayevin önünə doğru. Bir qədər Yusuf'un sürətini hesablanmamış ötürmə olur. Fatih. Yusuf Ağayev. Uzaqdan zərbə indirir. Cəlal qarşıladı. Top tutur. Tamerlan. Mərkəzə doğru Çerkez. Tabanla ötürmə keçmədi Yusuf Ağayevdən. İçəriyə doğru ötürmə. Zərbə indirilir və gol. Yaxşı hücum qurmuşlar. Həqiqətən də qolla nəticələnir bu hücumları. Abdullah'dan yenə də şov izləyirik. Oyna bura. Ha, tez oyna. Salih sen kal Salih. Türmə gəldi, qarşılanır. Sol cana Yusuf Ağayev. Blok qoyuldu, Çerkez. Hüseyin yenidən Çerkez. Sağ cana Abdullah. Murat! Açacağız ya Murat! Reçeto! Yusuf'tan uzun ötürmə, ünvansız bir ötürmə olur. Tamirdan Tağıyev və Yusuf Ağayev pressing tətbiq etdilər. Top meydanına kənarlaşdırırlar. Alt yerinə yetirir o Sabah komandası. İçəriyə doğru ötürmə. Fatih Quluzadə top meydanına kənarlaşdırır. Gün zərbəsi yerinə yetirilir. İçəriyə doğru bir ötürmə. Qoyçuları mükəmməl qola imza atır. Sabah komandasının oyuncuları. Abdullah'dan solcuna Tamerlan. Out.
Çəkəs Əliyev. Murat tabak oyna Murat. Murat tez oyna. Tabak oyna. Yeniden çəkəs. Oyna abi oyna. Salih oyna. Üstünlük prinsipinə əməl olundu nədənsə. Murat sıxa. Abdullah digər kalan ötürmə. Yaxşı oyna 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 Naim oyna. Yeniden Abdullah Məhmədli. Top tikisi var. Rıza. Yolunu Salih. Çəkəs Əliyev istiqamətini ötürmə bir qədər sürətli alınır və Kal Küperdən Çobut səhv bəxti gətirdi bu epizodda oyuncularının Sabah komandasından. Aynen. Bizim meydan size bak hele. Gökçün bak. Özün bak. Hayır. Burada var burada. Aysun yaxşı. Salih. Bak. Bir kapatsın. Var mı? Salih kapatsın. Zamiroğlu qarşıladı. Ahmet bir şey yok. Düş. Hayır. Murat. Beş gayet. Hayır Rıza. 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 Ha, oyna Rıza. Tamam oyna. Hayır. Cəlal. Gün zərbəsi deyildi, 6 olsun deyərək topu yan xəttə meydandan kənarlaşdırır. Özü də qarşıladı. Yanında Zamiroğlu. Paralel ötürmə Fatih. Mərkəzdə bir qədər qarma-qarışıq epizod yaranır. Murat tez oyna. Üçüncüdən zərbə. Sabah komandası tərəfindən yerinə yetiriləcək. Çəkəs Əliyev. Salih zərbe vur. Tüm ünvana çatır. Uzaqdan qüvvətli zərbə top qapıdan yan keçir. Hadi Rıza. Orada. Yaxşı. Hadi. Düş. Murat sol taraf. Murat. Uzaqdan daha bir qüvvətli zərbə top qapının üzərindən keçdi yenə də. Fatih təzyiqləri artıq qaldırıb Sabah komandası başa düşüləndirir, hesabda geridirlər. Daha bir zərbə yaxın küncə, Kal Küper bağlamışdı yaxın küncü. Zamiroğlu. Çəkəs Əliyev. Və out. Fatih. Yeniden sənə Ciakanla gözə ötürməyə Yaqub Kazımlı keçmədə ötürməz. Düş. Bir şeyden de. Yerine ayak sakal. Ha. Çobut səhvə yol vermişdi Zamiroğlu bu dəfə.
Riskli hərəkətlər Cəlaldan və Çərkəz Əliyev uzaqlaşdırır. Amin Qasımov. Amin və gol. Artıq ikinci dəfə onun gol dualarına amin deyirik Amin Qasımov. Hesab fərqini artırır. Komandanın 7 nömrəli forverti. Mansur uzaqdan zərbə cəhdi qeyri-dəqiq oldu. Həsən Samiroğlu ötürməsi keçmədi. Yaqubdan Amin Qasımov top qapıdan yan keçir bu dəfə. Gün zərbəsi yerinə yetiriləcək. İndi Amin. İçəriyə doğru ötürmə. Mansurdan qüvvətli zərbə qapıcı bu dəfə dəf edir. Yan xəttdən Ulduz Efa komandasının oyuncular top meydana daxil edəcək. Qasımov, yanında Şazımlı geriyə doğru ötürmə edir, lakin rəqibini ötürmə olur bu uzaqdan zərbə. Top qapıdan yan keçir. Bu dəfə də müdafiəçilər qarşıladı. Ayıq sayıqlıqlarını itirmədilər. Soldan yaxın küncə zərbə və qapıcı ikinci cəhdində top tutmağı bacarır. Əllo. Amin Qasımov türmə keçmədi müdafiəçilərdən. Zamiroğlu pressing nəticəsində topu qazanır. Sürüşmə Əfəndi ilə qarşısını aldılar bu dəfə onun. Uzaqdan birbaşa qapıya doğru zərbə, daha bir mükəmməl qol Sabah komandasının oyuncularına. Zamiroğlu. Fatih Quluzadə zərbə endirir və gol. Çox keçmir ki, cavab gəlir Fatih Quluzadədən Sabah komandasının oyuncularına. Oldular.
Yaqub. Keçmə dötürmələri. Samiroğlu pressing tətbiq edir. Amin Qasımov. Həsən Samiroğlu ilə oynadı. Topa. Gelme. Abdullah Məhmədli, yanında Həsən Samiroğlu. Türmə irəliyə doğru Amin Qasımov. Ötürmə qeyri deyildir. Riskli hərəkətlər qalıb Küperdən. Bir o qədər də inamlıydı. Al geç kaçma. Və zərbə indirilir. Mansur Cəbrailov hat-trickini imza atır. Üçüncü qolu gəlir, aktivinə yazdırır. O hesab fərqini bir qədər də artırır. Artıq susmaq vaxtıdır. Rəqiblərinə bildiriş edir bununla da. Mansur Cəbrailov pressing nəticəsi topu qazanır, ötürmə də edir hətta. Samiroğlu bir rəqibini geridə qoydu. Artıq 3 rəqib onun gerisindədir. Zərbə endirir, son anda qalır Küper təfidir. Və qaptan zərbə. Sadıydı. Və qayda pulumuz. Hayır. Topu. Topu çevirmekte topu kabağında kalmak lazım. Salih. Ay Salih. Kalkta kal. Salih. Çevirmeli topu kabağında kalmak lazım. Aynen su. Topu kabağında kalmak lazım. Standart vəziyyəti qol-Küper yerinə yetirəcək Cəlal. Selma. O da. Şöyle birbaşa qapının nişan alacağım. Daha bir zərbə Mansur Cəbrailovdan gözəl qol izləyə bilərdik. Poker gələ bilərdi Mansurdan. Çox yaxın idi. Abdullah. Gözəl hərəkətlər yenə Abdullah Məhmədlidən. Sağdan zərbə indirilir və Cəlal çətinlik çəkmir top tutmaqda. Məhmədli. Cərqan oturma. Nərəman. Sol uzuna doğru ötürüm edirlər. Cəkəs Əliyev qarşıladı. Arzu olunmaz finti Samiroğlu'ya qaytarmaq istədi, alınmadı. Qaptan zərbə. Həsən Samiroğlu. Yusufayev rəqibinə top alır.
Abdullah. Yenə də şov göstərir Abdullah. Çərkəz Əliyev rəqibdən top aldı. Geriyə çəkilir, göz hərəkətlə Çərkəzdən və outda qazandırdı. Zamiroğlu. Vur oyna. Çərkəz. Yenə Zamiroğlu. Təkbədə epizod yaranır. Cəlal. Vaxtında qapısını tərk edir. Abdullah bir rəqini gerdə qoyur. Ötürmə. Həsən Zamiroğlu. Sol zinacı yaxın ala Yusuf Ağayev istiqamətində. Rəqibinə toxunduraraq top meydanından kənarlaşdırır. Fatih. Tüp uzaqdan zərb indirilir. Top torun yanından silkələdi. Aferin Barış'a. Abdullah. Yenə də gözəl hərəkətlər Abdullahdan və top itkisi. Top itkisi Cəlaldan gözəl refleks. Zamiroğlu. Out. Nasıl girsən? Nasıl girsən? Türməsi isə qeyri dəqiq alındı. Sabah komandasının müdafiəçisinin. Abdullah'dan Mansur Cəbrailova. Yenə də Abdullah. Amin Qasımov. Zərb endirir və gol. Amin Qasımov qollarını sıralamağa davam edir. Komanda yoldaşı Abdullah Məmmədli ilə də maraqlı şəkildə qol sevincini bölüşür. Hesab fərqi get-gedə artır. Uzaqdan qüvvətli zərbə Zamiroğlu'dan. Qalkiper son anda barmaq ucları ilə topu meydandan kənarlaşdırır. Hayır. Beş. Bakın. Beş. Kabacan. Abi bu kaba oyna. Ayaksın. Ha. Abdullah Məmmədlidən top meydanı tərk edir. Zamiroğlu riskə getmir, ötürmə alınır hətta. Tamerlan Tağıyev top meydanı tərk etdi.
Uzaqdan qüvvətli zərbə. Daha bir gözəl qol gəlir. Sabah komandasında. Amin. Və out. Çıkmıyor be. Well. Hadi be. Geç kalk ya. Hadi. Orada. Daha bir ötürmə gəlir. Davanla ötürmə çəkdi. Tamerlan Amin Qasımovla oynadı. Və out. Həsən Samiroğlu bir rəqli gözəl şəkildə geridə qoyur. Sürətli şəkildə sol cinahdan irəliyir. Ötürmə etdi. Şimdi qarşıladılar. Abdullah blok qoyuldu zərbəsinə. Ha görsən de. De. Üçüncüdən zərbə yerinə yetirilir. Ötürmə gəldi içəriyə doğru. Başla zərbə indirilsə də qeyri-dəqiq bir zərbə oldu. Abdullah Zamiroğlu qayda pozulmuşdu ona qarşı, amma axıra qədər mübarizə apardı. Görüşlər hərəkətlər Sabah komandası oyunçularına, lakin ötürmə qeyri-dəqiq alınır. Amin Qasımov sürət hesabına sağ cinahdan irəliyə zərbə də indirdi. Qalkiper dəf edir bu dəfə zərbəsini. Tamerlan Abdullah istiqamətinə. Out. Zamiroğlu dəfə qarşısına aldılar Həsənin. Öz səhvini tələfi etmək üçün sürətli şəkildə geriyə doğru irəlilədi. Cəlal, bravo. Yaxşı oyun mübaşir etdirdi bu gün həqiqətən də. Amin. Hakim. Bir de karşıma. Zamiroğlu'nun ötürməsi keçmədi. Uzaqdan zərbə endirildi. Daha bir mükəmməl qol. Həqiqətən də alqışa layiq, təqdirə layiq qollara imza atdılar bugün Sabah komandasının oyuncuları. Zamiroğlu, sağsına Amir Yaqub və out. Türmədə qeyri-dəqiqlik var.
Zərbə indirilir və 13-10 hesab fərqi 3 topa qalxır. Tamerlan Tağıyevin ötürməsindən sonra Amin Qasımov növbəti qoluna imza atır. Nə çox nə az maçda tamına 23 qol var. Və bu da 24-cü qol. 13-11. Həkimə müraciət olunur. Qalkiper yəsən və epizodu zədələnib. Amin Qasımov. Və cərimə zərbəsi yerinə yetiriləcək. Sabah komandasından təhlükəli nöqtədən standart vəziyyət yerinə yetirilir. Gəlir. Yaxınlaşır, zərbə indirilir. Top qopdan az-azıq fərqlə yan keçir. Samiroğlu'dan Fatih Quluzadə istiqamətində. Amin Qasımov. Çəkəsi yenə Amin. Tamerlan sağcına doğru Fatih istiqamətində. Və Tamerlan Tağıyev komandasına out kazandırır. Daim orta oynuyor. Güzel. Paralel ötürmə bir qədər zəif alındı. Yaqub. Qalkiper Cəlal isə zədəsindən sonra yerinə bir Yaqub qapıya daxil olub. Amin Qasımovun zərbəsi. Gol! 14-11. Hesab fərqi 3 topa qalxdı. Bugün qollarına bir-bir sıralayır Amin Qasımov. Well. Tamerlan Tağıyev rəqibinə toxundurur topu və saxlayırlar top meydanda belə. Tamerlan sağcına ötürmə keçmədi. Və beləliklə maç yekunlaşır.
14-11 hesabı ilə Ulduz EFA komandası Sabah komandası üzərində qalib olan tərəf olur. Biz də reportajımızı sona çatdırırıq. Sizinlə mən idim şəxsiniz Heydər Hüseynli. Növbəti maçlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.